xüsusilə yenilənə bilən enerji mənbələrinin 6 dəfə artırılması ilə bağlıdır. Yəni bu çox böyük investisiya tələb edən bir şeydir. Əlbəttə ki, bu prosesi dayandırmaq çox çətindir. Təbii ki, bununla da biz gələcək üçün bir iş qoymaq istəyirik. Welcome to Azerbaijan. Thank you. Bütün dünyanın diqqətinin yönəldiyi Bakı İqlim Həftəsi bugün start götürür. Dünyanın çoxsaylı ölkələrinin təmsil olduğu müzakirələrdə bugünkü tarixdə yaşıl iqtisadiyyat, nazirlər görüşü və özəl sektorun bu sahədə investisiyalara cəlb edilməsi kimi məsələlər gündəmdə olacaq. COP30-un Braziliyada keçiriləcək əsas toplantıdan öncə keçirilən iqlim həftələri dünya ölkələrini addım-addım bu tədbir üçün hazırlayır. Bu il sentyabrın 21-28-i tarixlərində New Yorkda baş tutan iqlim həftəsinin ardınca növbəti tədbirin Bakıda keçirilməsi Azərbaycanın bu sahədə oynadığı önəmli rola bir işarədir. Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev iqlim həftəsindəki ilk çıxışında Azərbaycanın COP prosesində oynadığı tarixi rola diqqət çəkib. Multilateral Development Banks announced $170 billion a year. Karbon bazarları ilə bağlı danışıqları uğurla yekunlaşdırdıq. Çoxtərəfli banklar 170 milyard dollarlıq sərmayə paketi ilə çıxış etdilər. Ümumilikdə 10 trilyon dollara yaxın sərmayənin bizim təşəbbüsə qoşulacağı bəyan edildi. Donor hökumətlər isə 350 milyard dollarlıq öhdəlik götürdülər. 2035. Azərbaycanın baş prokuroru Kamran Əliyev isə iqlim dəyişikliklərinə qarşı mübarizədə hüquq mühafizə orqanlarının önəmli rol oynaya biləcəyinə əmin olduğunu vurğulayıb. Our source for such confidence is the political will and far-reaching. Əminliyimizin mənbəyi Prezident İlham Əliyevin ətraf mühitin mühafizəsini prioritetlərdən biri kimi müəyyən edən yaşıl gündəmlə bağlı siyasi iradəsi və geniş baxışıdır. Bu, bizi 2020-ci ildə Azərbaycan prokurorluğunda yeni strukturun qeyri-cinayət prosesləri departamentinin yaradılmasına gətirib çıxardı. Departament ətraf mühit qanunvericiliyinə əməl olunmasına prokuror nəzarəti həyata keçirərək cinayət təqibindən kənar proseslərdə dövlətin və cəmiyyətin maraqlarını qoruyur. Within the prosecutor's office of Azerbaijan. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim dəyişikliyinə qarşı mübarizədə Bakı İqlim Həftəsinə qədər baş verənləri və bundan sonraki fəaliyyətləri verilişimiz üçün dəyərləndirib. Yalçın müəllim, New York İqlim Həftəsində Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunur. Orada tədbirlə bağlı, keçirilən müzakirələrlə bağlı bilmək istərdik. Demək olar ki, New York şəhərinin bir çox hissələrində, yəni söhbət yalnız BMT qərargahından getmir, fərqli yerlərdə keçirilən tədbirlərdə COP29 komandasının müxtəlif üzvləri tədbirlərə rəhbərlik edirdik və ya hansısa tədbirlərdə moderatorluq. Kifayət qədər aktiv keçdi. Beynəlxalq bu geosiyasi vəziyyət fonunda, xüsusilə iqlim fəaliyyəti ilə bağlı hələ bu qədər aktivlik açığı gözlənilmirdi. Burada biz Braziliya tərəfi ilə birlikdə də COP30-un qarşıdan gələn sədrliyi qismində də birgə tədbirlərimiz oldu. Məsələn, sədrlik məsləhətləşmələri adlandırılan tədbir keçirdik. Bu həm Bakıdan Beləmə 1,3 trilyonluq yol xəritəsi ilə bağlı, həm də Beləmdən gözləntilərlə bağlı. Ötən il biz bunu özümüz qarşıdan gələn sədrlik olaraq həmin statusda keçirtmişdik. Bu il Braziliya ilə birlikdə və kifayət qədər orada da intensiv müzakirələrimiz oldu. Bildiyimiz qədərlə New York İqlim Həftəsində Çinin milli iqlim planı təqdim edildi. Bu barədə ətraflı bilmək istərdik. Bütün iqlim ambisiyaları, fəaliyyətinə bağlı ambisiyalar reallıqlara əsaslanmalıdır. Yəni həmin ölkələrin öz reallıqlarına, onların mümkün, yəni həmin rəqəmlərə, ambisiyalara çatmağın mümkünlüyü dərəcələrinə hesab edirik ki, Çin tərəfindən açıqlanan iqlim ambisiyaları kifayət qədər yüksək ambisiyalara əsaslanır və əslində qlobal iqlim liderliyi nöqteyi nəzərindən Çinin bu addımı
addımı kifayət qədər təqdirə layiqdir. Bunun növbəti illərdə Çinin əsas həmin ambisiyalarda açıqladığı məqamlardan biri xüsusilə yenilənə bilən enerji mənbələrinin 6 dəfə artırılması ilə bağlıdır. Yəni bu çox böyük investisiya tələb edən bir şeydir, xüsusilə Çin kimi böyük bir dövlət üçün, böyük bir iqtisadiyyat üçün. Bu öhdəliyi götürməyin özü belə kifayət qədər bir cəsarət tələb edən addımdır. Bu nöqteyi nəzərdən məncə bu alqışlanmalı, təqdir olunmalı bir addımdır. Eyni zamanda Çin tərəfi öz iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə emissiyaların azaldılmasına yönələn fəaliyyətlə bağlı strategiyasını da açıqladı ki, bu da məncə digər dövlətlər tərəfindən də bu təcrübə izlənilməli təcrübədir. Yalçın müəllim, COP29-un fəaliyyətini Bakı İqlim Həftəsi ilə bitmiş hesab etmək olar, yoxsa yox? Xeyr, hələ qarşıda kifayət qədər çox sayda tədbirlərimiz var. Hələ 13-14 oktyabr tarixlərində Braziliya şəhərində Pre-COP tədbiri var. Onun arxasınca 2 gün həm 15-i, həm 16-sı sədrlik məsləhətləşmələri davam etdiriləcək. Bakıdan Beləmə yol xəritəsi üzrə. Həmin yol xəritəsinin özünün mətni üzərində biz yaxın vaxtlarda işi yekunlaşdırıb Braziliya ilə birlikdə təqdim edəcəyik. Oktyabrın sonunda Kanadada MOCA tədbiri var. Bu iqlim fəaliyyəti üzrə Nazirlər İclasıdır. Və təbii ki, COP-un özü, yəni biz COP-un sədrliyini COP-un ilk günü təhvil verəcəyik. O vaxta qədər kifayət qədər intensiv proqram var. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sədri Orxan Məmmədov yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi, COP-lar diqqət mərkəzində mövzusunda sessiyada çıxış edib. Orxan Məmmədov səmərəli istehsal baxımından yaşıl texnologiyaların tətbiqinin önəmli olduğunu bildirib. Günün ən maraqlı tədbirlərindən biri isə ekoloji təmiz və təbii materiallardan hazırlanan geyimlərin nümayişi oldu. Müzakirələrin ikinci günündə Azərbaycanın bərpa olunan enerji mənbələrindən bəhs olunacaq. Ölkənin yaşlı enerjiyə dair strategiyası və investisiya yol xəritəsi təqdim ediləcək. Bundan əlavə, dayanıqlı iqlim üçün beynəlxalq əməkdaşlığın önəmi və Azərbaycanın bu prosesə COP29 vasitəsilə verdiyi töhfələrdən danışılacaq. COP29-un prezidenti Muxtar Babayev qlobal səviyyədə iqlim dəyişiklikləri ilə effektiv mübarizə üçün regional iqlim problemlərinin həllinin önəmli olduğunu vurğulayıb. Bu xüsusda Azərbaycanı və bütün Xəzəryanı ölkələri düşündürən əsas ekoloji problem Xəzər dənizində suyun həcminin sürətlə azalmasıdır. Bu barədə verilişimizə müsahibəsində danışan Muxtar Babayev ekoloji problemin həlli üçün kollektiv fəaliyyətin vacibliyini bildirib. Müxtəlif proqnozlardır. Çox pessimistik var, orta pessimistik var, optimist proqnozlar çox azdır. Və bu, əlbəttə ki, bu istər-istəməz çoxlu fəsadların əmələ gəlməsinə gətirib çıxara bilər. Demək olar ki, bütün istiqamətdə şəhərlərə təsir edəcəkdir. Kənd təsərrüfatına, balıqçılığa, biomüxtəlifliyə, bizim dənizdə və dəniz kənarında aparılan istehsalat sahələrinə, enerji stansiyalarımız, ona görə ki, biz sudan istifadə edirik, su soyutma sistemlərində, neftçilərimizin fəaliyyətinə, daşımalara, port, limanların vəziyyətinə böyük təsir. Real olaraq çox istiqamətli fəsadların baş alması ola bilər. Ona görə də bu məsələlərin çox ciddi müzakirəsi və bütün Xəzəryanı ölkələrin birgə fəaliyyəti çox önəmlidir. Əlbəttə ki, bu prosesi dayandırmaq çox çətindir. Ya da ki, hansısa bir ölkə sahibliyində deyil. Bu ancaq bütün ölkələrin birgə aksiyaların, birgə tədbirlərin görülməsi vacibdir. İlk növbədə çaylarla Xəzər dənizinə axıdılan suyun həcmləri çox azalıbdır. Son illər kəskin sürətlə azalıbdır. Bilirsiniz ki, əsas Xəzərə su gətirən çaylar Volqadır, Uraldır, ən böyük çaylar onlardır. Əlbəttə ki, digərlər də həm Samur, həm Terik, həm Kür, həm digər çay, 100-dən çox çay var. Amma ən böyük həcmləri gətirən Volqa ilə Uraldır. Və əfsuslar olsun ki, son illər bütün çaylarda sululuq azalıbdır. Burada bütün ölkələr tərəfindən hansısa ciddi bir əlaqələndirmə işləri quruldu. Türkdilli ölkələrlə yaşlı enerjinin istehsalı və ötürülməsi sahəsində hazırda əməkdaşlıq hansı istiqamətlərdə davam edir? Bilirsiniz, çox geniş
geniş proqramlar qəbul olunub artıq. Demək olar ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin də bu məsələlərə, bu proseslərə cəlb olunması müzakirə olunur. Artıq COP29-da yadınızdadırsa böyük bir saziş imzalanmışdı ölkələr arasında ki, bu proseslərin yaşıl enerjinin, yaşıl elektrik enerjisinin Avropaya ötürülməsi burada Azərbaycanın böyük rolu, həm tranzit ölkə kimi böyük rolu olacaqdır, həm də bu işin fundamentinin əsas təməlini qoyan Azərbaycan olubdur. Ona görə çox ciddi bugün gündəmdə olan məsələdir. Çoxlu ekspertlər çalışır. Əlbəttə ki, bu asan bir məsələ deyil. Müxtəlif ölkələrin bu məsələyə cəlb olunması nəzərə alsaq, əlbəttə ki, bir çətin və amma çox inşallah uğurlu iş olacaq. Bakı İqlim Həftəsinin önəminə toxunan COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarayı müzakirələr zamanı yeni maliyyə razılaşmalarının ola biləcəyini istisna etməyib. Bakı İqlim Həftəsində bizim gözləntilərimiz həm bilirsiniz ilk növbədə təbii ki, müxtəlif müzakirələrin təşəbbüskarı olmaqdır. Çünki mövzu çoxdur. Yəni təbii ki, biz hər bir sektorda dayanıqlılığın təmin olunması üçün çalışırıq qlobal bir cəmiyyət olaraq və bu prosesdə həm özəl sektorun, həm dövlət qurumlarının birgə iştirakı önəmlidir. Ona görə bu müzakirələr olmalıdır. Müzakirələr tək müzakirə səviyyəsində qalmamalıdır. Təbii ki, müəyyən sənədlər olmalıdır, müəyyən addımlar atılmalıdır və məsələn keçən ildə bizim İqlim Fəaliyyəti Həftəsindən sonra müəyyən bəyannamələr imzalanmışdı özəl sektor tərəfindən. Bu ildə biz görürük ki, maraq çoxdur. Yəni çalışırıq ki, burada olan müzakirələrin nəticəsində hansısa bir addımlar atılsın. Yəni biz platformanı yaradırıq, amma nəticədə məsələn həmin o iştirakçılar və iştirak edən qurumlar və özəl sektor nümayəndələri özləri artıq bunu davam etdirməlidir. Bizim üçün bu platformanı yaratmaq çox önəmlidir. COP29 Azərbaycan Əməliyyat Şirkətinin idarə heyətinin sədri Nərmin Carçalova isə ölkəmiz tərəfindən təqdim olunan dayanıqlıq hesabatının təfərrüatlarına diqqət çəkib. Onun sözlərinə görə bu sənəd dünyaya istifadə üçün təqdim olunan unikal bir miras hesab oluna bilər. Dayanıqlıq hesabatını verərkən müxtəlif istiqamətləri əsas götürmüşük. Yəni bu təkcə tədbirin logistikasında əlaqədar deyil. Həmçinin Azərbaycanın gələcəklə bağlı planları, insan kapitalının inkişaf etdirilməsi, ümumiyyətlə yerli işçi qüvvəsinin potensialının artırılması, bu kimi məsələləri də həmin hesabata inteqrasiya etmişik. Yəni bizim burada tək görünən nəticələr deyil, uzun müddətli bizə verəcəyi töhfələr və hansı bəhrəni biz bu tədbirdən ala bilərik. Bunu ən geniş şəkildə təqdim etmişik. Ümumiyyətlə, dayanıqlı tədbir təşkili nə deməkdir? Yəni burada biz istifadə olunan enerji resursundan tutmuş, tullantıların idarə olunmasına qədər, işçi qüvvəsinin idarə olunmasına qədər bütün məsələlər çox mühüm əhəmiyyət kəsb edir. Deyərdim ki, hətta bizim 3000-dən çox könüllünün ümumiyyətlə COP29-un təşkilindən cəlb olunması, tədbirin əlçatanlığının təmin olunması, eyni zamanda dayanıqlı enerjinin istifadə olunması, bioenerjinin istifadə olunması bu özü COP29-da, yəni COP tədbirlərində həyata keçirilən ilk təcrübələrdən biri olmuşdur. Təbii ki, bununla da biz gələcək üçün bir iş qoymaq istəyirik. Dünyanın müxtəlif ölkələrindən gələrək Bakı İqlim Həftəsində iştirak edən gənclər də planetin iqlim dəyişikliyinə qarşı mübarizəsində Azərbaycanın təşəbbüslərini önəmli hesab edirlər. Bakı COP29-a ev sahibliyindən sonra iqlim fəallığı baxımından önəmli mərkəz halına gəlib və buradakı nəticələr xüsusilə gənclər üçün çox önəmlidir. Çünki gənclər iqlim dəyişikliyi ilə mübarizə üçün keçirilən demək olar ki, bütün müzakirələrdə iştirak edirlər və nəticələrin əldə olunmasına dəstək verirlər. Düşünürəm ki, Bakı İqlim Həftəsi bizə yenidən öz vəzifələrimizi xatırladır və öz ölkəmizə geri qayıdaraq bizi iqlim dəyişikliklərinə qarşı mübarizə aparmağa ruhlandırır. Xüsusilə COP29 sədrliyi ilə əməkdaşlıq üçün sahələr axtarırıq və bu işdə bizə baş danışıqçı, eləcə də COP29-un gənclər çempionu Leyla Həsənova yaxından dəstək verirlər.
COP Youth Champion Leyla Həsənova. Because it connects us to the global challenges with the real local. Bakı İqlim Həftəsi bizi qlobal çağırışlar üçün bir yerə topladı. Burada iqlim maliyyəsi, bərpa olunan enerji mənbələrindən istifadə, onları reallaşdırmaq kimi məsələlər müzakirə edildi. Biz burada qlobal təcrübəni nəzərdən keçirdik və xalqların daha çox hansı iqlim dəyişikliyi problemləri ilə üz-üzə qaldığı, həmin problemlərdən çıxış yolları haqqında müzakirələr etdik. Bütün ölkələr kollektiv şəkildə həll yollarını təqdim etdi. It is financially affordable for how we can do it. Bir oktyabr tarixində isə ağıllı kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və regional su idarəetməsi kimi məsələlər diqqət çəkir. Bundan əlavə yaşıl nəqliyyat və rəqəmsallaşma, həmçinin ağıllı şəhərlər və şəhər davamlılığı kimi məsələlər haqqında da maraqlı diskussiyalar olacaq. Ağıllı kənd təsərrüfatından danışarkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı əməkdaşlığı vurğulamamaq olmaz. Bu təşkilatın Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Viorel Gutu bildirir ki, Azərbaycanla səmərəli əməkdaşlıq müasir kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açır. Azərbaycan managed to bring the issue of climate change. Azərbaycan bir sıra iqlim dəyişikliyi problemlərini qlobal gündəliyə çıxarıb və onların həlli istiqamətində də önəmli addımlar atmağı bacarıb. Buna görə mən ölkənizi təbrik edirəm. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı olaraq bizim həyata keçirdiyimiz proqramların əhatə dairəsi çox genişdir. Bizim Azərbaycanla təbii sərvətlərin mühafizəsi, torpaqların idarə edilməsi, inteqrasiya olunmuş su idarəçiliyi, rəqəmsal kənd təsərrüfatı, müasir texnologiyaların tətbiqi, qida təhlükəsizliyi kimi istiqamətlərdə birgə əməkdaşlığımız mövcuddur. Eyni zamanda hazırda Azərbaycanla icra etdiyimiz yeni bir proqram əməkdaşlıqda çox böyük fürsətlər əmələ gətirib. Bizim bu yeni əməkdaşlığımızın əsası isə 3 il öncə qoyulub. Biz o zaman Bakıda rəqəmsal kənd təsərrüfatı konfransı keçirdik. Bu təkcə regional olaraq yox, qlobal səviyyədə də yeni fikirlərin, müasir metodların tətbiqi üçün yeni imkanlar yaratdı. Ağıllı şəhər müzakirələrində iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev gələn il Azərbaycanın ev sahibliyi edəcək Dünya Şəhərsalma Forumunda iqlimlə bağlı hansı məsələlərə diqqət yetiriləcəyini açıqlayıb. Bir neçə ildir Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə nümunəvi şəhərsalma layihələri həyata keçirilir və eyni zamanda biz həm regional, həm qlobal bu sayədə əməkdaşlığa da töhfəmizi verməyə çalışırıq. Dünya Şəhərsalma Forumunun gələn il may ayında keçiriləcək forumun mövzusu həmçinin iqlim ətrafındadır, amma ilk növbədə evlə, mənzillə təmin etmək problemi əsas mövzu olacaq. Bilirsiniz, dünyada bugün 3 milyarda yaxın əhali layiq olduğu ev, mənzil şəraiti ilə təmin olunmayıb. Ona görə İngilis dilində Housing the World, yəni hər kəsə layiqli yaşayış yeri təmin etmək əsas ana xətt olaraq, mövzu olaraq qeyd olunub. Amma yenə də şəhərlərdə, yaşayış məntəqələrində mənzil, digər qeyri-yaşayış tikintisini apararaq biz həmçinin iqlimə təsir barədə düşünməliyik, yaşıl tikinti haqqında düşünməliyik. Prezidentin və eyni zamanda ümumi nəticəmiz odur ki, COP29-un gənclər çempionu Leyla Həsənova uşaqlar və gənclər üçün müzakirələrin çox səmərəli və maraqlı keçdiyi fikrindədir. Onun sözlərinə görə iqlim dəyişikliyinə qarşı mübarizədə incəsənət və startapların da gücündən faydalanmaq üçün maraqlı təşəbbüslər həyata keçirilib. Sevdiyim layihələrdən biri də Sustainable Expo Art and Innovation for the Planet idi. Biz dünən Heydər Əliyev mərkəzində sərgi təşkil etmişdik. Sərgi iki hissəyə bölünmüşdü. Biri startaplar və innovasiyalar bizim lokal gənclərdən və ikinci hissəsi rəsmlər nümayiş olunmuşdu. Biz qalibləri seçmişdik dünən. Startaplar üçün investorlar da tapmışdıq və o investorlar bizim gənclərə kömək eləyəcəklər. 29 sentyabr 3 oktyabr tarixlərində reallaşan 2-ci Bakı İqlim Fəaliyyəti Həftəsi 8-dən çox məkanda təşkil olunan 46 tədbir və sessiya 30-dan çox mövzunu əhatə etdi.
25 ölkədən olan hökumət nümayəndələri, parlament üzvləri, alimlər, biznes və qadın liderlər, gənc iqlim fəalları və çoxtərəfli təşkilatların təmsilçiləri iştirak etdilər. Bakı İqlim Fəaliyyəti Həftəsi 2025-in mesajı isə aydın və konkretdir. İqlim fəaliyyəti qlobal, inklüziv və təxirəsalınmaz olmalıdır. Bakı İqlim Həftəsi Braziliyada keçiriləcək COP30 tədbiri öncəsində dünyanı düşündürən məsələlərin müzakirə edildiyi bir platforma kimi tarixə düşdü. Azərbaycan COP29 sədri kimi dünya ölkələrini planetin gələcəyi naminə konkret məqsədlərə yönəltməyi bacardı. Bu isə Azərbaycanın iqlim diplomatiyasındakı qətiyyətli mövqeyinin və səmərəli fəaliyyətin nəticəsi hesab oluna bilər.